Mövzumuz Ərdəbil hakimliyi və yaxud da Səfəvilər. Baxın, Səfəvi dövləti demədim, sadəcə Səfəvilər işlətdim. O sözdə fikir verin. Ərdəbil hakimliyi yerinə Səfəvlərdə yazılı olar. Bu kimdir? Bunlar nələrdir? Deməli, məsələ budur ki, 13-cü əsrdə kimi tez yadımıza bizim Monqollar düşür. Monqollar zülm verirdi əhaliyə. İstər vergilər olsun, istər mükəlləfiyyətlər olsun, insanlara zülm verirlər. Və bu zülmün qarşılığında hər hansı bir yerdə, məsələn, Ərdəbildə olur. Ərdəbildə yeni bir tərqət yaransa, əhali artıq o tərqəti seçmiş olacaqlar. Çünki zülmdən beziblərsə, məcbur yeni bir din yarananda keçsələr onun tərəfinə. Zülmkarlıq çünki istəmirlər. İndi 10-cu əsrdə bu Monqolların, daha sonra Hülaçilərin zülmündən bezən əhali artıq neyini? Yeni bir din yaranmış olur və onun tərəfinə keçmiş olur. İndi o dini görə kim yaradır? Şeyx Səfiyyəddin. Şeyx Səfiyyəddin Əl-Müsəvi, belə deyək, bunun biraz adı uzundur. Şeyx Səfiyyəddin İshaq Əl-Müsəvi Əl-Ərdəbil, amma siz sadəcə bunu Səfiyyə də deyə bilərsiniz, Səfiyyəddin də deyə bilərsiniz, bu problem yoxdur. Demək, bu neydir? 1354-1330 hakimiyyət dövrüdür. 13-cü əsrdə yeni bir sufi dərviş tərqətini yayır. Yəni, şiə desək doğru olur. Monqollar əsasən sünnilərdir, onlar da əsasən şiələrdir. Əslində Şeyx Səfiyyəddin özü əvvəlcə sünni olubdur. Daha sonra şiə təriqətini qəbul edib və şiə təriqətindən sonra əhali neyini? O bezmiş, Monqollardan bezmiş əhali keçib bunların tərəfindən. Bu artıq özünə müridlər yığır. Müridlər və bunun davamçılarıdır. Demək, Ərdəbildə özünə müridlər yığmışdır. Və Şeyx Səfiyyə biz türklərin piri adlandırılmışlar. Və Şeyx Səfiyyənin məqbərəsi var. Harada yerləşir? Ərdəbil. Çünki Ərdəbil şəhərində yaradılıbdır bu tərqəti. Buna görə də Ərdəbildə yerləşəcək. Dedim ki, bu tərqət yaranır. Biz ona görə deyirik ki, Ərdəbil hakimliyi yeni yaranacaq mərkəzləşmiş dövlətin müşeymi oldu. Yeni yaranacaq mərkəzləşmiş dövlət hansı dövlət olsa? Səfəvi dövləti. Necə ki, Manna, Albaniya mərkəzləşmiş dövlətsə, digər dövlətimizdə artıq Səfəvilər olacaq. Yəni, onun müşeymidir. Demək, bu Ərdəbildə yaranır. Düzdürmü? Məsələn, ondan qabaq hansı dövlət var? Ağqoyunlar var, Qaraqoyunlar var. Bunların dövründə var, artıq bu var. Və Qaraqoyunlar, Ağqoyunlar istər-istəməz Şirvanşahlar narahat olacaqlar. Bu səbəbdən bu Ərdəbil hakimliyə qarşı müharibə eləyəcəklər. Ona görə biz Ərdəbil hakimliyi evləri Səfəvlərə qarşı deyə bilərik ki, məsələn, Qaraqoyunlar da, Ağqoyunlar da, Şirvanşahlar da müharibə edirlər. Yaxşı, birinci şəxs budur Şeyx Səfiyyəddin. Bunun bilməli olduğumuz nöqtə budur. Sadəcə burada bir qeyd verirəm ki, 13-14-cü əsrdə bu tərqət Azərbaycanla yanaşı, deməli, Suriya, İraq və Kiçik Asiya bölgələrinə qədər yayılmışdır. 13 yox, 14-15. Çünki 13-cü əsrdə zaten bu tərqət yarandı. 13-cü əsrdə yaranıb, 14-15-ci əsrdə artıq yayıldı. Gəldik Cüneydin dövrünə. Cüneydin dövrü 1447-1460-cı illərdə olmuşdur. Yaxşı, Cüneydin kodunu verəcəm. Kodu xeyri və cihətləri. Bu nədir? Deməli, bu Uzun Həsənin bacısı ilə evlənir. Uzun Həsənin bacısı adı nədir? Xədicə. Uzun Həsənin bacısı Xədicə ilə evlənir. Demək, Xədicə ilə evləndiyinə görə Ağqoyunlu Uzun Həsənin dövründə bunun münasibəti, yəni Uzun Həsənlə münasibəti yaxşıdır. Yaxşı, bu daha sonra nə olur? Cahanşah, yəni Qaraqoyunlu işçiləri, Cahanşah eşidir ki, Cüneyd Ərdəbildə bir hakimlik yaradır. Tez ailəsindən gedir, sən orada neyinirsən, sən orada dəyişmək məşğul olsan, 1449-cu ildə tərcümə düzəl gəlir. Kimdən gəlir? Cahanşahdan gəlir. Ona görə deyirəm ki, kodu X və C-dir. Xədicənin evlənir və Cahanşahla mübarizə aparacaq. Cahanşah ona zəng edir ki, çıx Ərdəbildən. Bu da çıxır, deyir yaxşı, çünki gücü zəifdir. Demək, Cahanşahın əmri ilə Ərdəbildən çıxır. Ərdəbildən çıxır, hara gedir? Gedir Misirin sağ tərəfi Suriya, onun da sağ tərəfi haradır? Mesopotamiya. Misir, Suriya və Mesopotamiyada özünə tərəfdaşdır. Tərəfdaş yılır, gəlib bunların üzərində yürüş edir. 1460-cı ildə Şirvan və Dağıstana yürüş edir. Aha, burada bir Şirvan adını eşitdim. Şirvan və Dağıstana yürüş edir. Nə olacaq? Şirvanşah hökmdarı var. Dedim, kodumuz X-dır. Xəlullah. Xəlullah tez Cahanşah zəng edir ki, bax, məsələ belə bilə, sən nə olduğunuzda Cüneyd gəlib bizə yürüş edib. Cahanşah deyir, sakit ol, hər şey mənlikdir. Bunun arasında müharibə başlayır. 1460-cı il Samur döyüşü olur. Samur döyüşü kimlər arasındadır? Deməli, bir tərəfdə Səfəvilərdir və yaxud biz ona Ərdəbil hakimliyi deyirlər. Digər tərəfdə isə Qaraqoyunlu, üstəcələr Şirvanşahlar. Qaraqoyunlularla Cahanşah kodu dərs keçirəm. Kodu Cahanşahdır. Bir də Şirvanşahlar. Şirvanşahlarda isə kimdir? Xəlullahdır, yəni Xəlullah. Bu ikisi birləşir və Səfəvilər dövlətini, belə deyək, dövlət yox, Səfəvləri ahı məlumiyyətə uğradaraq Cüneydi öldürürlər.
zamanda Şanlı çox lazım deyil, amma deyirəm yenə Şanlı, Ustadlı, nə bilim, Zülqədər bu kimi tayfaları öz ətrafına çəkmişdir. Yaxşı, Cüneydin dövründən bu qədər kifayətdir. Cüneyddən sonra hakimiyyətdə görürük biz Heydər, yəni Şeyx Heydər. Şeyx Heydərin dövrü 1460-1488-ci illərdədir. Yaxşı, bunun kodu nədir? Bunun kodu Y hərfidir. İndi Y hərfi bizim testlərdə daha tez tapmamıza kömək edəcək, ona görə deyirik. Yaxşı, bunun deməli dövründə olan hadisələrə baxaq. Heydərin dövründə yıllar kimlərdir? Demək, Heydər 1470-ci ildə Uzun Həsənin vasitəsilə Ərdəbildə gəlir yenidən hakimiyyətə. Yəni Uzun Həsən, deməli, ümumiyyətlə Uzun Həsənlə bunların əlaqəsi həmişə yaxşı olur. Mən sizə demişdim, Uzun Həsən yəni digər Azərbaycan dövlətlərinin münasibətləri yaxşıdır. Uzun Həsən nəsə gəlir Ərdəbildə, bunu qoyur dövlət başçısı və Heydərin dövründən başlayaraq 12 imamın şərəfinə 12 qırmızı zolaq çalırlar və biz bunlara deyirik artıq qızılbaşlar. Deməli, Heydərin dövründən başlayaraq sənədlərə qızılbaşlar deyirlər. Hətta bu haqda da məlumatı deməli, İskəndər bəy Münşinin Dünyanı Vəziyən Abbas əsərində göstərir ki, yəni Heydər yatıb yoxsuna görür və nəysə 12 imamın şərəfinə qırmızı zolaq başlayır. Və bundan sonra artıq qızılbaşlar hərbi qaydada təşkilat tapmağa başlamışlar. Bu sözləri fikir verin. Bir də Heydər ox yarasından öləcək, onu yalnızda saxlayın. Yaxşı, görək necə olur? Demək, Heydər 1488, 1487 və 1488-ci illərdə Şirvan və Dağıstana yürüş edir. Biz bunu Şimali Qafqaza deyirlər. Bura yürüş edir. Yürüş edəndən sonra artıq 3-cü yürüş zamanı bunun qarşısını kəsir. Kimlər? Artıq bu zaman 1488-də Şahdağ döyüşü olur və bu Şahdağ döyüşü kimlər arasındadır? Bir tərəfdə Səfəvlər, bir tərəfdə Ağqoyunlu üstəgələ Şirvanşah. O dediyim yıllar kimlərdir? Ağqoyunlu Yaqub, Şirvanşahda isə Fərrux Yasər. Gördünüz yıllar. Yəni Yaqubla Yasər Heydəri öldürür. Yaqubla Yasər Yıdıqolu Heydəri öldürür. Cüneydin Qudnaylı Xınancı, yəni Cahanşahla, kimi də hara yazmışam? Cahanşahla Şirvanşah Xəlullah. Cahanşahla Xəlullah Cüneydi öldürür. Yaqubla Fərrux Yasər yıllar Heydəri öldürür. 1488 Şahdağ döyüşündə Heydər hakimiyyətdən gedir. Samur döyüşündə isə Cüneyd hakimiyyətdən gedir. Yaxşı, Heydərin məqbərəsi var. Deməli, Xızıda, səhv eləmirəmsə, Xızıda yerləşir. Bir Meşkin şəhərdə deyilərik. Meşkin şəhər. Bu ərazilərdə Heydərin məqbərəsi var. Şeyx Səfinin məqbərəsi Ərdəbildə yerləşir. Cüneydin məqbərəsi Qusarda yerləşir. Bunları yazıda saxlayın. Ərdəbil, Qusar, Xızı və yaxud Meşkin şəhər. Yaxşı, sonra nə olur? Bu Yaqub, hara getdi Yaqub? Buradayır. Yaqub Heydərin üç oğlu kimdir? İbrahim, İsmail, bir də Sultanəli. Bir də Heydərin yoldaşı Aləmşahı. Aləmşah kimdir? Uzun Həsənin qızıdır. Bu da Uzun Həsənin qızı ilə evlənirdi. O Uzun Həsənin bacısı ilə Heydər də Uzun Həsənin qızı ilə evlənirdi. Aləmşahı aparır, həbsə salır. Şirazda, İstəxrdə həbsə salır. Neçəncidə həbsə salacaq? Şahlar döyüşünə neçəncidə? 88-də. 1488-dən 1492-ci ilə qədər bunlar orada həbsxanada qalırlar. Yəni 4 il həbsdə qalırlar. Bu görə sonra nə olur? Sonra deməli, Yaqubdan sonra hakimiyyətə biz Ağqoyunlarda kimi öyrənmişdik? Ağqoyunlarda hakimiyyətə Rüstəm gəlir. Rüstəm gəlir, bunları həbsdən çıxardır və Sultanəli gəlir hakimiyyətə. Aha, dördüncü oldu ki, Sultanəli. Sultanəli. Bu Sultanəli ilə Ağqoyunlu Rüstəm birləşir. Baxın, fərq nədir? Ağqoyunlu Uzun Həsəni görürsünüz. Uzun Həsən, yəni Səfəvlərlə münasibəti yaxşıdır, Rüstəmlə münasibəti yaxşıdır. Amma Ağqoyunlu Yaqub ancaq onlardan qırıqdır. Yaxşı, deməli Rüstəm bunları birləşir. 1492-ci ildə Bərdə döyüşü var idi. Çinobayba eləmişdi, deyirini yadda saxlayın. Bərdə döyüşündə Baş-Suru öldürürlər. Düzdürmü? İndi sonra nə olur? Rüstəm sonra Sultanəlini, yəni xəyanət edəcək, Sultanəlini 1494-cü il Şəməsi döyüşündə Rüstəm Sultanəlini öldürəcək. Buna deyilir ki, əvvəlki müttəfiqlər arasında gedən döyüş. Görürsə, hər kimi müttəfiqliklər də
Müttəfiqlər arasında gedən döyüşlə, yəni Şəməsi döyüşdə ödüldür. Müttəfiqlər arasında gedən döyüşdə Qara Yusifdən mənim yadıma Sultan Əhməd gəlir, yəni Cəlalə gəlir. 1410 Əsəd döyüşü. Müttəfiqlər arasında gedən döyüşdür. Bax, bu da müttəfiqlər arasında gedən döyüşdür. Yəni Şəməsi döyüşündə kim öldürdü? Sultan Əhməd. Ümumiləşdirik. Cüneyd Samsun döyüşündə öldürülür. Heydər Şahdağ döyüşündə öldürülür. Dağ kimi Heydər həyatda saxlayır. Sultan Əli isə Şəməsi döyüşündə öldürülmüşdür. Yaxşı. Burada indi Sultan Əli öldürülür. Hansı qardaşlar qaldı? İbrahimlə İsmail qalacaq. Baxaq görə İsmaillə İbrahim başına nələr gəlir? Yaxşı. Buradan belə bir atıram. Demək, İbrahimlə İsmail birinci dedik ki, Ərdəbildəndir. Düzdürmü? Bunlar Ərdəbildən kişinin adını yadıma salırsa, Məhmədə göstərilir. Prosto Kakulidlər. Sən verirsə, Əhməd Kakuli olmalıdır. Əhməd Kakulinin yanına gəlir. Bir müddət orada qalırlar. Sonra buradan gəlirlər Rəş şəhərinə. Yəni 3 gün burada qalırlar, 4-cü gün gəlirlər Rəş şəhərinə. Rəş şəhərində Ağməsid adlanan yerdə qalırlar. Bu Əhməd Kakulidir. Ağməsid adlanan yerdə qalırlar və burada səhv eləmirəmsə adı Nəzir olmalıdır, ya Nəzir olmalıdır, belə bir adı var, qərb adı. O bunları qulluq edir. Daha sonra bir Ərdəbil, 2 Əhməd Kakulinin, 3 gəldilər, 4-cü gün yəni Rəşdə qalırlar. Rəşdən sonra gedirlər Lahicana. Lahicana Gilanın Biyəpiş vilayətinə gəlirlər. Əsas bunu yadda saxlayın. Biyəpiş vilayətinə gəlirlər və 6 il Lahicanda qalır İsmaillə İbrahim. Və burada deməli Şəmsəddin, Lahicən, Ərəb-Fars dillərini, eyni zamanda Quran-ı Kərimi oxurlar. Yəni Şəmsəddin Lahici Şah İsmail olacaq, gələcəkdə Şah İsmail olacaq. O İsmaillə deməli İbrahimin tərbiyəçisi olmuşdur. Onu yadda saxlayın. Demək, Əhməd Nəcibdir. Burada da Əli var. Əli adlı şəxs bunları belə deyək də qarşılayır, onlara qonaqpərvərliyini göstərir. Yaxşı, İbrahim qalır. İbrahimdə, İbrahim deyirəm, İsmail qalır. İsmail gəlir və izahını biləcək. Yəni, əsas burada Ərdəbil hakimdə bilməli olacaq nöqtələr bunlardan ibarətdir. Nə əsas bunlar düşür, nə vaxt qırmızı, belə deyək də, 12 imamımızın şərəfinə qızılbaşlar adlama başladı. Hərbi qaynada təşkil oldular. Bunu yanında saxlayın. Xızılı Mescid şərhidir, aiddir, Müsəl Cüneytə aiddir. Ələvi məqbərəsi də Şəmsəddinə aiddir.